Hörmətli qonaqlar, mənim dəyərli kolleqalarım, qohumlar, mənim əziz doğma valideynlərim, sizi hamınızı salamlayıram və dərin təşəkkürümü bildirmək istəyirəm ki, sabah gəlmişsiniz, mənə dəstək olursunuz. Mən uşaqlara zaten demişəm ki, bugün bayramdır, onların bayramıdır. Bütün il boyu çalışırlar. Benimle beraber çok şey oldu ama yine de dürüst olublar, ağırlı olublar. Ona göre bugün onlar için bayram vermişim. Ve sizden çok xahiş edirəm, buradaki bizim hələ də məktəbdə oxumayan balalarımız var. Onlara dəstək olaq, səhnənin sevincini yaşadaq. Burada sizə çox xahiş edirəm ki, burada mənə kömək edəsiniz. Bir də ki, mən bunu deməyə bilmərəm. Bu adam bugün burada olmalıydı. Üzürlü səbəblərə görə iştirak edə bilmir. Mən bu konseptini, bu mənim birinci sinif konseptimdir. İlhaq edirəm öz mənimlə. Teymur mənim Göyçayıma. Deyirlər ki, ancaq ana olandan sonra ananın dəyərini, ananın varlığını başa düşürsən. Düşünürəm ki, müəllimlərdə də elədir. Mənim ən əsas oxuma müddətim Teymur müəllimlə bağlıdır. Ona görə indi onun dəyərini bilirəm, nələr çəkib, mənim üzərində nə əziyyəti olub və ona can sağlığı arzulayıram. Əzizlərinə, yaxınlarına, bugün də anasına çox görkəm can sağlığı arzu edirəm və icazənizlə konsepti başlayaq.